İlqar Mikayıloğlu. Təəssüf ki, şəkli paylaşa bilmirəm, amma belə göstərirəm. İlqar Mikayıloğlu. Mən səni çox istəyirəm, İlqar. O qədər çox istəyirəm ki, həmişə düşünürdüm ki, Azərbaycanda belə, kişilərə biraz mən belə çox ciddi baxmırdım. Bəzən də atalıqlara heç vaxt ciddi baxmırdım. Amma sən mənim bu fikirlərimi alt-üst etdin öz övladlarıma, istər Zülfiyə xanımın, həyat yoldaşın Zülfiyə xanımın övladlarına, istər öz övladlarıma olan münasibətinlə sən mənim bu fikirlərimi alt-üst etdin. Mən Azərbaycan kişilərini daha çox sevməyə başladım. Mən səni göz aparmışam. Mən səni göz apardım. Sən xəstəxanaya yerləşdirilmişsən. Həyat yoldaşın Zülfiyə xanım paylaşım edib, deyir, əməliyyat olunacaqsan, Allah şəfa versin, amma nədən əməliyyat olunacaqsan, təbii ki, o göstərməyib, amma göstərib ki, əməliyyat olunacaqsınız. İlqar Mikayıloğlu, inanın ki, mən sizi göz apardım, mən sizi çox istəyirəm, Allah sizə şəfa versin, gözəl ata, Azərbaycanın, belə deyərdim, qeyrətli kişisi, Sara Səfura, abla, sənə belə şəfa diləyir.